Salam dostlar. Bir neçə ildir ki, məndən izlənən həmin futbol oyununu çəkirəm. Warsaw Champ. Bilirsiniz ki, kommentlərə çox yazırdınız. Nə olar Warsaw Champ'i çəkin. Gedin əvvəlki videolarıma baxın. Çox yazırdınız xəttindən artıq və mən də çəkmək qərarına verdim. Hiləlisini bu gün tapdım dostlar bu arada. Ona görə çəkirəm. İstəyirsiniz Azərbaycan Premyer Liqasını göstərim. 12-yə qalxıb. Gözləyin. Baxın. Yani hiləni hardan tapdın deyənlər varsa, mənə kommentdə yazsın, mən o kanalın adını atım, geçsin o da oradan indirsin. Yenidən başlayacağım dostlar bir səriyə. Bu səridə davam eləyəcək əlimdən gəldiyincə. Sərinin arası liqası 6-cı liqadan 1-ci liqaya düzəlib hansı Avropa kubokunu qazanmaqdır. İndi başda dostlar pul götürəcəm burada. Bu pulun hamısını xərcləməyəcəm bu arada. Sadəcə oradan 500k pul götürməliyəm. 500k'ya buradan transferlər eləyəcəyik. O da başlanğıc bütçəsi olsun. Kadromuzun halini görsün, çox bərbad şəkildədir. İndi bura bir iki dənə transferlər eləyəcəm, kadroları ayarlayacağım. Videoya əlinizdən gəldikcə like'ları biraz yüksək tutaq, izlənmə də gəlsin və başlayaq. Buradan indi ilk 11 taktikimiz çox qəşəngdir əslində baxanda. Posta burada çok qəşəngdə taktikimiz var. İndi buradan yox, burada əslində heç gələk satmağa yaxşı yoxdur. Görün burada hansı oyuncumuza təklif var. 50'li yağmurumuza təklif var. Yox, oyuncu 50'li var ki. Hansıdır o? Hansıdır o? 50'li yağmurumuz var. Bu çox az verir. Açıqdası bu uşaq gəlişən uşağa oxşayır. Bunu görüm nə qədər verir. Ya satmayacağım bunu. Satma. Bəli dostlar, indi bir dənə irəliləyəcəm. Çünki şey versin. Təkliflər gəlsin. Bir surutduq hazırlığım açın. İndi dostlar irəliləyirəm ki, təkliflər gəlsin başda. City bizə oyuncu göndərdi. Baxın hansı oyuncudur. Erling Haaland'ı göndərib. Çox sağ ol City. Amma lig başlayanda alacaqlar əlbəttə ki, bu bir dəqiqdir. İndi bir dənə də oyuncumuza təklif var. O 7K'nın 7K'ya mən neyinləmsə bunu satıram, heç bir gəlir yoxsa. Gördüyünüz kimi düzgün təkliflər gəlmədi. Qapıcımıza baxacağım 23. O qapıcı bizə lazım olacaq, ona görə satmıram. Burada əslində bunu yedek santrafor olaraq saxlayacağım. Çünki Haaland gedəcək. İndi burada kadroya bir iki dənə transfer eləmək lazımdır açığı. 49 üstü bizə bir dənə amı tap. 500k dostlar, bu arada transfer bütçəmiz var. 500k. Çox yoxdur. Buradan gəlirik. Bir belə seçək, 22 yaş seçək. 500k'ya amma az qiyməti olsun, elə olsun. Bunun neçə yaşı? 600k'dır. Bütçəmizin çölünə çıxır o. Arjantinli neçə yaşı var? 21 yaşı çox bahadır əslində. 18 yaşı var, bax. Fransalıdır. Daha da ucuz təkliflərlə maraqlanacağam. Braziliyalı 60'lıq. Baxın, buna götürmək olar əslində. Bunun neçə yaşı var? Ha, bu qocalı biri. Bizə gənc oyuncular lazımdır dostlar. Belə bir oyuncunu götürürəm dostlar. Gəlişəcək bu oyuncu həqiqətən də. Bunu qoyuruq ilk 11'imizə. Bura qoyduq. Bunu da qoyuruq bura. Və burada bir iki dənə də dostlar. RB'yi çıxada. Burada bizə müdafiəyə kömək lazımdır. Bizim yedək RB'lərimiz yoxdur. Dostlar, nə qədər xərclədik biz? Nə qədər xərclədim? 300k idi bu oyuncunun dəyərimiz. Buradan baxım dəqiqə dostlar. Biz təkliflərdən baxım. Burada düşməyib bizim elədiyimiz transfer. Burada indi oyuncunun təklifinə baxım. Neçə k idi o? 300k xərcləmiş. 200k haqqımız qalıb. 200k'ya da R transfer edəcəm 49 üstü. Görək nə tür oyuncuları götürə biləcək. 200k pulumuz qalıbsa yerdə, buradan belə bir oyuncular götürməyə çalışacağım. Bunun neçə yaşı var? O çox qocalı bir. Kayraqdan belə bir oyuncu var. Bu oyuncuda potansiyel görür amma açığı. Görək 200k verək, görək təklif qəbul eləyəcək. Yox, kayraq qəbul eləmədi. Onda demək biz çox gedib çıxmışıq. Neçə yaşı var? 21 yaşı var. Bunda 21 yaşı var.
Dostlar, məcburən özü biraz fərqi yoxdur. Qoca da olsa qocalmalıyıq. Çünki pulumuz çatmayacaq bizə. 23 yaş, 24 yaş. Biraz da gələk burada 200K'ya. Yoxdur, 200K'ya yoxdur zek. Bunu götürmək olar əslində. Bunu götürək. Bunu götürək. 310'dur. Yeni transferimizin biri də gəldi klubə. Öpür daşlarım verir. Bəli dostlar, transferimiz gəldi. Buradan qoyaq ilk 11'imizə. Və gördüyünüz kimi kadromuz çox qəşəngdir. Üzürlü sayın dostlar bu arada. Və bəli dostlar, başlayaq. Dostlar, bu arada sizə bir şey deyəcəm. Bu seri əvvəldən var. Hər utduqca demək olar ki. Ya yox dostlar, o taktika əvvəldə qalıb. Dostlar, 4 oyunun deyək, 4 oyunun 4'ünü də utsaq. Bütçəmizə 100 artış gəlir. Ondan da yəni transfer də eləyə bilər. 100K 4 oyunun hamısını utsaq. 100K gələcək, ondan transfer eləyə bilərik kadromuza. İndi başlayaq, hələ hazırlıq maçlarıdır. Dostlar, videomu bəyənib, barda like qoymağı yadınızdan çıxmasın. Biraz like'ları yüksək saxlayaq. Paris götürdü burada. Və ligimizin ilk maçı rəqibimiz burada görürsünüz. Gördüyünüz kimi kubok maçıdır. Yox, kubok maçıdır bu. Kubok maçıdır. Ya dostlar, gəlin belə eləyək, onu silək. Hər utduqca rəqibin ən yüksək oyuncusunu götürürük, onu eləyək. O maraqlıdır məncə. Və burada bunların bizim kadroya ən yüksək 47 GB amı var. Yox, buralardan heç nə götürəməyəcək. İlk oyunumuz səfər oyunudur. Bunu simülə edəcəm. Oynamaq heç ehtiyac yoxdur məncə. Udarıq. Hər link alan 2-0 rəqib üstəliyirik. Bunların dostlar çox oyuncusu yoxdur deyə götürməyəcək. Haaland hələ yeri çağırmayıblar. Yox, ligdə 2 maçımız var. Bunlarda ən yüksək 57'lik santrafor. O bizim işimizə yarayar, onu götürək. 57'lik santraforu götürək. Utsaq o da, əgər utsaq. Dostlar. 5, 6, 2. Dostlar, götürək indi rəqibin ən yüksək oyuncusun. 57'lik idi deyəsən. Gözün dostlar bir dəqiqə. Dostlar, bu arada sizə bir şey deyim. Bunların adı çox qəribədir deyə dəftərə yazıb oradan yazıram. Çünki yadımdan çıxır adları, çox qəribədir həqiqətən də. Ligdəki ilk maçımızı qazandıq. Haaland bizə liderdir hələ ki. Lider. İndi bunun Haaland'ı çağırdı. Bu dəqiqə nə olub? İndi qazanmışıq. Haaland silindi o dəqiqə buradan da golda. Dostlar, indi oyunçunun adını yazaq gəlin. Hanı? Nəmə o xət çox qəribə adları var dostlar bu arada bunların. Görüm indi çıxacaq belə. Bəli dostlar, gördüyünüz kimi bu daha həmin oyuncu. 26 yaşı var. Nə qədər verək buna? Çox yox, çox oldu bu, çox. 330.000 təklif eləyirəm K. Qəbul elədi. Yeni transferlərimizdən biri də ilk 11'də yer alacaq özdə. Burada 47'liğin özü yollarımıza ayırırıq. Geçsin kariyerin başqa bir ölkədə devam edətdirsin. So, bunu da satdıq. Bu da getdik. O geçsin başqa ölkədə gəlsin. Çünki burada oynadamayacaq açığı. Gördüyünüz kimi dostlar. Burada indi kaptanlığı ayarlayayım. 61'liyə verəcəm hamısını. Buna Braziliyalıya. Penaltı yaqın vura bilir hə. Bir də zərbələr də vura bilsin, yaxşı olacaq. Vura bilir ikisini. Çox qəşəng oldu. Yeni forvetimiz də forvetdə. Bunlarda ən yüksək oyuncu 61'lik forvet. Yenə forvet ala bilərik. Utsaq o da. Hardadır? Yenə səfərdəyik. Bıraxmıyor. 4-1. Olsun uşaqlar, heç də özünüz üzməyin. Rəqibin ən yüksək 59'luq amı. Gözün dostlar. Dostlar, 59'luq amıları var. Uçaq götürə bilərik. Hadi uşaqlar.
Uşaqlar, bıraxmayın məni uşaqlar. Uşaqlar, kümə düşməyin uşaqlar. Biz lig yüksəlmək istəyirik. Rəqibin 55'li cıbeyləri var. Yenə səfərdir. Bu nə oldu elə səfərdir? Biz səfər. 2-0 amma bir səfər. 3-0. Rəqibi darmadağın elədik. Bunların 55'li cıbeyləri var. Gözün dostlar o yazım. Dostlar yazdım. Adın yazaq. Aydon. Qoyun mən dənə. Bunu da qoyduq. Yenə İson. Bu daha dostlar əmin oyuncu. 200k verim ver, çox uğraşdırma. Sağ ol. Yeni cıbeyimiz xoş gəldi klubə. Qoyuruq bura. Dostlar, bu arada oyunda çox rübey zad var. Görüm olan hansını sata bilirəm. Dostlar, bunu satacağım 45 deyə. İlk ayrılan bu olacaq. Çox qocasan. Get kariyeri, sən başqa ölkədə davam elətdir deyək. Satdıq. Başqa görüm kadrodan kim ayrıla bilərik. Ya bu. Mən bunu satacağım 48'i. Satdıq bunu da. Kadromuz belə oldu. Yəni qəşəng oldu məncə. Burada indi bir dənə forvet çıxardıq, sən çıx. Belə dostlar, yaxşıyıq. Davam eləyək dostlar. Buradan takma bir vuracam, gözlərinə gəlsin. 56'lıq ehtiyacımız yoxdur. Qapıçılar 56'lıq. Çox ehtiyacımız var hatta. Çox ehtiyacımız var. Udaq onların qapıçısını götürək. Premier Ligadır. Uşaqlar davam eləyək. Gol vurun ha. Bu nəhlədir, gol vurun. Gol vurun da, nəhlətə gəlməyirsiniz. Vur, gol vurun da. Ələndik. Hə. Özə baxım dostlar. Ələndik. Olsun, bizim olsa qazanmaq kimi niyyətimiz yox idi o kubuku. 60'lıq cıbeyləri var. Haraldı bu? Utsaq götürərik də hər ehtimala qarşı. Bərabərə bitdi. Dostlar, bu arada kanalımız çox yüksəlişdədir bu aralar. Biraz daha da yüksəlişə keçsək yaxşı olar. Çünki kanal formunu tapıb çox qəşəng irəliləyir. Belə İngiltərəli oyunçunun arasında bir Arnavutlu, bir də Braziliyalı oyunçumuz var. 54'lü yağmurları var. Götürək utsaq, işimizə yarayır. Səfərdəyik yenə. 4-2. Uşaqlar, qalibiyyət qazanında. Bu nədir? Qalxaq da. 54'lü cıbə, 54'lü forvet. 54'lü cıbələrini götürərik. Bu səfər ardıyıq, evimizdəyik. 1-0, 2-0, 3-0. Bunların ən yüksək oyuncusunu götürək dostlar. Bir dəqiqə yazdım. Və bəli dostlar, keçək. Dostlar, bu arada videonu indi burada bitirmək zorunda qalacağım. Biləm çox qısa oldu, amma hələlik çox vaxtım yoxdur, onu deyim sizə. Əlimdən gəldikcə sizə video atmağa çalışdım. Oyunçunun adını buradan yazın. Videomu bitirəm bu arada. Burada nə idi? L idi. Bu idi. Bu idi dostlar. Buna 100k versəm məncə götürəcək. Və bəli, götürdü də. Sağ qoyaq ilk 11'ə. Və bəli dostlar, bu da videomuzun sonuna gəldik. Bəyəndiysəniz əgər like'lara bir yüksək saxlayaq əlimizdən gəldiyincə. Sağ olun, gələn videolarda görüşərik. Hələlik burada 45'dir. Sat. Və bəli dostlar, buradan oyuncunu da sataq. Videomu bitirirəm bu arada. Bunu da sataq. Satdıq bunu da. Sağ olun dostlar, videonun sonuna gəldik. İkinci sərisi yaxında gələcək. Sağ olun, salamat qalın.